İstanbul'da minlərlə adam referendumun nəticəsinə etiraz olaraq yürüyüş keçirib. Evet'i kabul etmiyoruz çünkü hayır çıktı. Böyle düşünüyoruz. Aprelin 17-si axşam keçirilən yürüyüşdə nümayişçilər heç nə bitməyib, mübarizə davam eləyəcək kimi şüarlar səsləndiriblər. Kesintiye uğramasını istemiyorum. Meclisin bizim seçtiğimiz %100'lük meclis olmasını istiyorum. Tek adam rejimine, diktatörlere karşıyım. Bu arada Türkiyə hökuməti elan edib ki, aprelin 19-dan fövqəladə vəziyyəti 3 ayda uzadır. Bu barədə məlumatı Türkiyə Baş Nazirinin müavini Numan Kurtulmuş verir. 19.4.2017 yani bu çarşamba günü saat 01'den itibaren olağanüstü halin Keçən ilin 15 iyul hərbi çevriliş cəhdindən sonra Türkiyə 3-cü dəfədir ki, fövqəladə vəziyyətin vaxtını uzadır. Aprelin 16-sında keçirilən referendum Türkiyənin şəhərlərdə yaşayan və işləyən orta sinfi ilə daha çox kasıb olan əyalət əhalisi arasında kəskin parçalanmanı üzə çıxartdı. Şəhərlərdəki orta sinif öz gələcəyini və yolunu Avropa ilə birlikdə görür. Əyalətlərdəki kənd əhalisi isə Ərdoğanın güclü əl siyasətini bəyənir. Albaniyada səfərdə olan Almaniyanın Xarici İşlər Naziri Zigmar Gabriel də diqqəti Türkiyədəki bu parçalanmaya çəkib. Gabriel deyib ki, belə parçalanmanı referendumda hə və yox tərəfdarlarının sayının çox yaxın olması göstərir. Cəmiyyətin bu məsələdə həddən çox parçalanması Ankaranı çox böyük məsuliyyətlə üzləşdirir. Referendumda 50%-ə yaxın nəticə çox yüksək rəqəmdir. İndi əsas olan odur ki, ölkə parçalanmış qalmasın. Referendumun ilkin nəticələrinə görə prezidentin səlahiyyətlərinin artırılmasına 51,4, əleyhinə 48,6% səs verilib.